Salam əziz dostlar, hər vaxtınız xeyir olsun, cümləniz mübarək olsun. Bir məlumatı sizlə paylaşmaq istəyirəm. Bayaqdan mənə dostlar, tanışlar, hər kəs, hətta jurnalistlər var. Mənə zəh vururlar ki, bəs Namiq bəy, manşet xəbəri yazıb ki, güya ki bir neçə müğənnilər var, sənətçilər var, bayaq oxuyanlar onlar, efir qadağası qoyulub. Onlardan da biri Aşıq Namiqdir. Başa düşmədim. Aşıq musiqisi ha vaxtdan bayaq olub. Onlara da As Xəbər sağ olsun, As Xəbər Hazbey qardaşımız təşəkkür edirəm. As Xəbər dərhal mənim açıqlamamı paylaşdılar. Buradan üzümü tuturam Əli və Familə, orada hansı ki saytın biri redaktorudur, bir də hansı ki orada işçidir. Sizə sual verirəm, hətta zəh də vurub deyirəm onlara ki, ha vaxtdan Aşıq musiqisi bayaq olub. Deyirəm bunu, bu qadağanı qoya bilər Teleradio şirkəti. Rəsmi bir məlumat var, deyir yox, hansı ki deyir. Deyirəm kim deyir, kim tərəfindən bu qadağa qoyulub da, bir de bilək da, biz soruşmalıyıq, bilməliyik ki, nəyə əsasən qoyulmalıdır. Söhbət məndən gedir, ha, mən Aşıq musiqisini təbliğ edirəm. İllərdə aşıq sənəti üçün nə işlər görmüşəm, layihələr etmişəm, tələbələr yetişdirmişəm, bunu da hər kəs bilir. Hər şeydə göz qabağındadır. Hər zaman efirlərdə də mənim ifa etdiyim mahnılar, xalq mahnısı, bəstəkar mahnıları, aşıq havalarımız, muğamlarımız olub. Harada mən bayağı musiqi ifa edirəm ki, məni də efir qadağası qoysun. Bax, sonra da Əli deyir ki, deyirəm Teleradio şirkətidirsə, bu bir maraqlanaq da sorsaq. Deyir, yox, oradan deyil. Deyirəm, kimdir? Deyir, onu deyə bilmərəm. Bir müddətdən sonra da Pamir zəh vurur, onun köməkçisi ki, bəs siz əl əsəbləşib, siz Əli ilə dost olmuşsunuz, uzun müddət tonla çörək kəsmişsiniz. Deyirəm, deyil, adama nə dost, evinə dost çıxar da, belə bir misal var. Deyirəm, yaxşı, ay Əli, səndə bu məlumat haradadır? Mən 3-4 kanala zəh vurdum, hansı ki, həmişə çıxdım kanalları. Deyirəm, mənə qadağa var Teleradio şirkətindən, sizə deyir, yox. Nə qadağa? Hətta bir 2-3 verişə də çəkilmişəm, gələn həftədən gedəcək efirlərə. Yəni çəkilibdə bir neçə verişlər var. Ay Əli, səni bir halda ki, dövlətimiz sən manşet saytını maliyyələşdirir. Ayıb deyil, bu bilmədiyiniz bu reytingdən ötəri bax belə bir xəbərləri yayırsınız. Ayıb deyil, vallahi ayıbdır. Allahımız haqqı ayıbdır. Bu oruçluq vaxtı mən bu qədər əsəbiləşdirirsiniz boş xəbərlərdən. Sonra da deyirsən ki, biz dostuq, nə bilim, səni zəh vuran kimi deyir ki, Namiq, bəs belə-belə da, yəni sən adını oradan çıxartmaq istədim. Yaxşı, bu adımı niyə oradan çıxardırsan mənə? Əgər dövlət tərəfindən bu qadağa qoyulubsa, qurban olum dövlətimizə. Dövlət nəyi məsləhət bilirsə olar. Amma dırnaqarası bəzi səhvələr var, saytlar var ki, rəsmi saytlar deyil də, yalandan gündəmdən ötəri, orada da müğənnilərin adını yazıb, orada paylaşırlar ki, gündəm yaratsınlar, belə bir şeylər. Ayıbdır, mən bir neçə kanaldan soruşmuşam. Mən heç bir kanalda qadağam yoxdur, nə Teleradio şirkətindən, nə biləm Mədəniyyət Nazirliyinin heç bir yerdə mənim qadağam yoxdur. Boş-boş məlumatlar da yazmayın. Mən dövlətimi, prezidentimi, milli dəyərlərimi, musiqimizi sevən bir insanam və hər zaman da milli dəyərlərimizə xidmət edirəm. Əli Manşetas, ayıb olsun sizə.